Əkinçilik Elmi Tədqiqat İnstitutunun 75 illiyinə həsr olunan iqlim dəyişikliyi şəraitində aqrar sahənin inkişafında çağdaş dövrün problemləri və həlli istiqamətləri mövzusunda beynəlxalq elmi praktiki konfrans keçirilib. Məqsəd iqlim dəyişkənliyi dövründə qida təhlükəsizliyinin təminatı, eləcə də qarşıda duran problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaqdır. Konfransda dəyişkən iqlim şəraitində kənd təsərrüfatı istehsalının, agroekosistemin idarə olunması istiqamətləri, yeni sortların yaradılmasında müasir metodların tətbiqinin üstünlükləri, torpağın münbitliyinin artırılması və ondan səmərəli istifadə yolları, həmçinin suvarmada resurs qoruyucu texnologiyaların tətbiqinə dair müzakirələr aparılıb. Əkinçilik Elmi Tədqiqat İnstitutuna hal-hazırda Özbəkistandan, Türkiyədən, dünyanın bir çox ölkələrindən təklif buyurmuş alimlər gəliblər. Bu alimlər yerli alimlərlə bu dövrün problemləri və çağdaş dövrün problemləri ilə bağlı fikir mübadiləsi aparılacaq və həlli yolları istiqamətində birgə gələcəkdə elmi tədqiqatların aparılması üçün memorandum imzalanacaqdır. Və düşünürəm ki, bugünkü tədbirin gələcək əməkdaşlığı çərçivəsində gələcək əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edəcəyinə inanıram.